Hər bir salamlayıram əzizləyicilər və sizi bugün 9-cu sinif buraxılış imtahanına düşə biləcək qrammatika sualları seriyasının 3-cü hissəsində xoş gördük və bugün də biz 9-cu sinif imtahanına, buraxılış imtahanına düşmə ehtimalı daha çox olan qrammatika suallarından işləyəcəyik. Deməli, siz də mənim izahıma baxmamışdan öncə özünüz videonu dayandırıb tapmağa çalışın. Tapdıqdan sonra videonu yenidən başladın. Həm izaha yenidən qulaq asmış olun, həm də cavabınızı yoxlayın. Başlayaq bu sualdan. Sualları qeyd etdiyim kimi müxtəlif hissələrdən götürmüşəm. Ona görə də rəqəmlər fərqli olacaq. Başlayaq birinci sualın izahından. Deməli, bu həmişə bizim neither do I, so do I kimi işlədiyimiz suallardır. Deməli, mən səhv variantların izahından başlayacağım birinci. Onları niyə görə atdığımı deyəcəm. Baxaq B variantına. B variantında nə görürük cümlənin sonunda? To. Bu to bilirik ki, təsdiq cümlələrdə və cümlənin sonunda işlənməlidir. Bizim cümləmizdə cümlənin sonunda işlənib, işlənmə yeri doğrudur, amma cümlədə not, yəni inkar hissəci olduğu üçün B variantını atırıq. Keçək D variantına. D variantında so bilirik ki, təsdiq cümlələrdə işlənir, düz deyilmi? Və burada not görürük yenə, inkar şəkilçisi görürük və ona görə D variantı da gedəcək. Keçək Y variantına. Y variantında bilirik ki, bu neither özü inkarlıqdır. Yəni, bu olan cümlədə başqa inkara ehtiyac yoxdur. Özü inkar yaradıb zaten. Ona görə başqa inkar da burada olduğu üçün, not da olduğu üçün bu cümlə də səhvdir. Yəni, Y variantını da atırıq. Keçirik. Növbəti A və C arasında qalırıq və hər ikisinin quruluşu düzdür. Bizə verilmiş cümləyə baxmalıyıq. Bizə verilmiş cümlə təsdiqdədirsə so, inkardadırsa neither olan variantı götürməliyik. Deməli, baxırıq cümləmizdə heç bir inkar şəkilçisi yoxdur. Yəni, cümləmiz təsdiqdədir. Ona görə neither olan variantı da atırıq. Cavabımız qaldı A variantı. So has Jack. Bizdə A variantında görürük cümlənin sonunda either var. Either bilirik ki, inkar cümlələrdə işlənməlidir. Yəni, either olan cümlədə başqa bir inkarlıq olmalıdır. Ancaq baxırıq ki, I have made. Burada heç bir inkarlıq yoxdur. Deməli, A variantımız səhv olacaq. Bunu atacaq, gedəcək. Baxırıq ki, indi yuxarıda işlənən cümləmizin köməkçi feili hansıdırsa, aşağıda da o köməkçi feildən istifadə etməliyik. Və burada baxırıq ki, has'dir bizim köməkçi feilimiz. Və deməli, aşağıda da has, niyə have-dən istifadə etməliyik? Yəni, aşağıda do olan variantları atırıq. Qaldı əlimizdə B variantı ilə Y variantı. Və indi cümləmizin təsdiq və inkarda olmağına baxırıq. Baxırıq ki, bizə verilən cümlə My cousin has made good progress in chemistry lately. Görürük ki, cümləmiz təsdiqdədir, heç bir inkar yoxdur. Ona görə neither olan B variantını da atırıq. Qaldı bizim əlimizdə Y variantı və doğru cavab odur. Deməli, baxaq növbəti suallar. Növbəti sual ifli deməli cümlələrdir, yəni şərt budaq cümlələri. Və bilirik ki, şərt budaq cümlələri iki yerə bölünür. Real şərt və qeyri-real şərt. Əgər real şərt olduqda if olan tərəfdə indiki zaman, digər tərəfdə isə gələcək, yəni gələcək sadə zaman işlənəcək. Amma qeyri-real olduqda if olan tərəfdə sadə keçmiş zaman, digər tərəfdə isə keçmişə nəzərən gələcək zaman işlənəcək. Yəni, would olanlar. Would. Burada would, burada will. Amma onu nəzərdə saxlamaq lazımdır ki, if-in tam qarşı tərəfində, yəni nə would, nə will işlənə bilməz. Hansı variantdakı elə görürük, həmin variantları atmalıyıq. Məsələn, gəlin baxaq 8-ci suala. Burada baxırıq ki, birinci tərəfdə if verilib. Və dedik ki, if olan tərəfdə ya would olmaz, ya da will olmaz. Ona görə C variantı və D variantını həmin o would-la will-ə görə atırıq, gedişlər. Daha sonra keçək indi zaman uzlaşmasına baxaq. Çünki dedik, indiki olanda gələcək olacaq, keçmiş olanda would olacaq. Baxaq A variantına. A variantında painted görürük keçmiş zamandır. İkinci tərəfdə would be, görürük quruluşumuz düzdür. B variantına keçək. Paint görürük indiki zamandır. Amma ikinci tərəfdə would be keçmişə nəzərən gələcək zamandır. Yəni, bu keçmişlə işlənməlidir. B variantını onun üçün atırıq. Y variantına baxırıq. Y variantında da painted keçmiş zaman.
will isə gələcək zaman. Yəni bir cümlədə keçmiş və gələcək işlənə bilməz. Y variantını da onun üçün atırıq. Qaldı düzgün cavabımız A variantı. Deməli, bu sualda bizdən cümlənin məhsulunu və düzgün çevriliş formasını seçməyimizi istəyir. İlk öncə məhsul növün qaydaları ondan ibarətdir ki, yəni cümlənin məhsul növə çevirməyin. Bu mübtəda tamamlıqla əvəz olunmalıdır. Daha sonra belə izah edeyim ki, sizin əgər burada, yəni cümlədə xəbəriniz bir sözdən ibarətdirsə, məsələn, bir sözdən ibarətdirsə verilən cümlədə aşağıda iki sözdən ibarət olmalıdır. Yəni bir söz artacaq. Məsələn, yuxarıda xəbər iki sözdən ibarətdirsə, aşağıda onu üç sözdən ibarət edin. Yəni sayın. Daha sonra zaman uzlaşması və mübtəda ilə xəbərin uzlaşması aşağıda düzgün olsun. Deməli, baxırıq ki, Z ilə başlayan cümlə D variantında var. Yəni, bu mübtəda burada yenə mübtəda ola bilməz. Mübtəda ilə tamamlığın yeri dəyişməlidir. Ona görə D variantını atırıq, gedəcək. Digərləri ola bilər, çünki bizim burada iki tamamlığımız var. Deməli, biz indi baxaq cümlənin zamanına. Görürük ki, sent, t, sonu t ilə bitib, keçmiş zamandadır. Yəni, C variantını atırıq, çünki burada are indiki zamandadır. Daha sonra Y variantını da atırıq, çünki burada am indiki zamandadır. Aha, qaldıq A variantı ilə B variantının arasında. Və bayaq dedim ki, əgər xəbərimiz yuxarıda bizə verilən cümlədə bir sözdən ibarətdirsə, aşağıda məhsul növdə iki sözdən, yaxud iki sözdən ibarətdirsə, məhsul növdə üç sözdən ibarət olur. Yəni, bir söz artırılır. Yəni, bu işləməyin asan yoldur. Biz görürük, burada xəbərimiz sent bir sözdən ibarətdir. Və aşağıya baxırıq, was, been, sent üç sözdən ibarət oldu, amma bizə iki sözdən ibarət lazımdır. Ona görə A variantını da atırıq. B variantı olacaq. Sadəcə was və sentdən ibarətdir. Düzgün cavabımız B variantı. Aha, növbəti məhsul növü olan testimiz yenə eyni qayda ilə işləyəcəyik. İlk öncə baxırıq ki, hansı cümlə Z ilə başlayıbsa, həmin cümləni atırıq. Y variantımız gedəcək. Daha sonra cümləmiz hansı zamandadırsa, o zamanla uyğun zaman olmalıdır. Yəni, will gələcək zamandadır. Cümləmizdə bizə verilən məhsul növü cümlədə gələcək zamanda olmalıdır. B variantını və C variantını is, are indiki zamanda olduqları üçün atırıq. Daha sonra baxırıq ki, bu xəbər neçə hissədən ibarətdirsə, məsələn, will pack 2 hissədən, aşağıda isə 3 hissədən biri artırılmalıdır. Will be packed hər ikisində eynidir. Deməli, burada biz nəyə baxırıq? Bu zemə. Məhsul növdə olmayan cümlənin, yəni məlum növdə olan cümlənin mübtədası. Bu Z, məhsul növlü cümlədə by üstəgələk zem şəklində, yəni by üstəgələk zem şəklində, yəni obyektal formasında verilə bilər. Şəxs əvəzliklərində obyektal olacaq. Ayrı bir mübtədalarda, yəni məsələn children, by children ola bilər. Bu şəkildə verilməlidir və D variantında bunun önündə o by yazılmadığı üçün D variantımız səhvdir. Qalacaq A variantı, yəni by üstəgələk həmin mübtəda şəklində cümlənin sonunda yaxud ortasında verilə bilər. Başlayaq, keçək növbəti suala. Növbəti sualda modal feillərdir. Deməli, modal feillərin işlənməsi belə olacaq ki, ilk öncə həmin modal feilin toolu yaxud toolsuz olmasına fikir vermək lazımdır. Əgər toolu modal feil varsa, deməli, biz axtarmalıyıq ki, bunun toolsu verilibdirmi? Verilməyibsə, deməli, səhvdir. Yaxud toolsuz modal feilə əlavə tool verilibdirmi? Verilibsə, səhv olacaq. Və toollu modal feillərin toolsuzlardan fərqi ondan ibarətdir ki, onların sualı və inkarı düzələrkən özləri nə cümlənin önünə keçmirlər, nə də özlərinə inkar şəkilçisi qəbul etmirlər. Sadəcə dudastil köməkçi feillərindən istifadə edə bilərlər. Deməli, baxaq 107-ci suala. Deməli, A variantında ought bilirik toollu modal feildir. Və ought-un özünün yanında nə də cümlədə tool yazılmadığı üçün A variantı səhvdir. Atacağıq A variantını. Daha sonra keçəcək B variantına shouldn't ola bilər, should da ola bilər, hələ ki saxlayırıq. D variantında has to, bu da ola bilər. Y variantında isə toollu modal feildir. Ancaq inkar dedik, özü ilə düzəlmir, özünə artırılmır. Ona görə Y variantını da atırıq. Əlimizdə qaldı hansı variantlar?
B variantı, C variantı və D variantı. Deməli, mən bunu tərcümə ilə izah edəcəm, sonra asan yolunu öyrədəcəm tapmağın. Bəzən uşaqlar tərcümə edə bilmirlər. Deməli, deyir ki, the water is too cold. Nədir? Su çox soyuqdur. Deməli, the child, uşaq, stay in the pool so much. Uşaq hovuzda elə bil ki, qalır çox vaxt, yəni çox uzun müddət. D, B variantını qoysaq, tərcümə o çıxır ki, qalmamalıdır. Hovuzda çox qalmamalıdır. C variantında qalmalıdır, D variantında da qalmalıdır. Belə eləyin. Əgər bu iki təsdiq varsa, təxminən eyni mənanı verir da. Yəni iki təsdiq deməli ola bilməz. İkisi elə əgər cümlə təsdiqdə olmalısa, deməli ikisi də olmalıdır da. İkisini də qoya bilərik. Ona görə C variantı ilə D variantını atırıq və bir dənə inkarda olan cavabımızı götürürük. Yəni iki təsdiqi sadəcə 90% hallarda sinonim kimi götürə bilərik. Amma bəzən tərcümədə etmək önəmlidir. Əgər yəni gördünüz ki, variantı heç cürə tapamırsınız, tərcüməni edə bilmirsiniz, bu gedişatla cavabı işarələyin. Aha, yenə modal fail sualıdır. Deməli, biz burada artıq cümlənin özünün təsdiqdə yaxud inkarda olmasına dair, yəni tərcümə ilə işləyəcəyik. Deməli, you wear glasses, deyirsən, eynək taxırsan. If you have poor eyesight. Eyesight görmədi. Burada yəni kasıb, yəni zəif o anlamda. Əgər deyir sənin zəif görmən varsa, sən eynək birincidə deyir taxmamalısan, 3-də də deyir taxmamalısan. Amma 2-də, 4-də isə deyir ki, taxmalısan. Yəni zəif görmən varsa, əlbəttə ki, taxmalısan. Ona görə 2-ci və 4-cü olacaq. Cavab da B variantı. Bu hallarda yəni tərcümə lazım olur. Aha, davam edək növbəti sualla. Bu da modal feilə aid sualdır. Deməli, necə işləyirik? Bu to be able to-da sualını, inkarını düzəldərkən bu to be-nin formalarına artırıla bilər inkar hissəci və onlar cümlənin önünə keçə bilər. Yəni, burada were you able to var. To-nu da qoyub, bu düz olacaq. 2-yə keçirik. 2-də to-suz modal feildir və sualını düzəldərkən özü cümlənin önünə keçə bilir. Və 2 də düz olacaq. 3-cünün nəyi səhvdir? Demişik ki, bu have to bilirik ki, to-lu modal feildir. Bunun sualını, inkarını düzəldərkən dedik ki, özü cümlənin önünə keçə bilməz və özünə inkar artırıla bilməz. Yəni, bunların əvəzində do, did, do, does, diddən istifadə etməliyik. Yəni, özü keçib deyə cümlənin önünə 3-ü atırıq. 4-cüdə də didn't cümlənin önünə keçib. Amma baxırıq bunun to'su yoxdur. To əgər burada yaxud burada olsaydı, onda düz götürərdik. Olmadığı üçün 4-cü variantda atırıq. Cavabımız qalır 1 və 2. Aha, davam edək növbəti sualla. Deməli, bu tip sualları necə işləyirik? İlk öncə baxırıq ki, variantlardan bunu deyim. Bu hozdan sonra mütləq isim gəlməlidir. Deməli, baxacaq bura, nöqtələrdən sonra isim yoxdur. Ona görə hozu atırıq, ilk öncədən gedir. Sonra nöqtələrdən əvvələ baxırıq. Nöqtələrdən əvvəldə əgər əşya varsa, onda which-i götürə bilərik. Amma əşya yoxdursa, deməli which-i atırıq. Digərləri arasında qaldıq. Əgər bu insan bildirirsə nöqtələrdən əvvəlki söz, bu zaman who, whom və zətdən istifadə edə bilərik. Və when-dən və what-dan istifadə etməyə ehtiyac yoxdur. Who və zət bir-birini əvəz edir. Və burada who və zətin heç biri olmadığı üçün elə bilirik ki, cavabımız da whom olacaq. Tərcümə də belə gəlib çıxır ki, is he the person? O deyir adamdır. Deməli, you introduced us yesterday. Siz deyir təqdim etdiniz bizə dünən. O kimidir? Yəni kimi ki, siz bizə təqdim etdiniz. Yəni bizə təqdim etdiyiniz adamdır. Belə. Aha, davam edək mübtəda ilə xəbərin uzlaşmasına. Deməli, a number of birləşmələri var. 1, 2, a number of olanda biz qoymalıyıq cəm xəbər, the number of olanda qoymalıyıq tək xəbər.
Yəni burada da a number of olduğu üçün has və applies olmaz. 1 və 3 olacaq. Onu qeyd edeyim ki, xəbər və ismin, yəni cəmlənməsi və təklənməsi bir-birinin əksidir. Yəni ismin sonuna s, es artıranda isim cəmlənir, ancaq xəbərin sonuna baxın, burada applies-da necə s var. S, es burada artıranda xəbər isə təklənir isimdən fərqli olaraq, əks bir-birinə. Elə yadda saxlayın. Aha, davam eləyək növbəti sualla. Bu sualda da bu zeri zera birləşmələridir. Burada nədən söhbət gedir? Yəni ki, belə baxan kimi bilirik ki, həftədə 7 gün var. Burada zeri zera birləşmələrində nöqtələrdən sonraki əsas götürülür. Yəni o təkdədirsə is, was, o cəmdədirsə are, were-dən istifadə edə bilərik. Və bu da cəmdə olduğu üçün biz onun üçün D variantı are istifadə edəcəyik. Bundan əlavə, əgər tərcümə edə bilmirsinizsə, quruluşu da bilmirsinizsə, baxın ki, bu isn't-dır, is-dir, has-dır, bu olsun. Bunlar hamısı tək xəbərdir da. Bir dənə burada qalan are-dır cəm xəbər. Yəni elə atıb tapa bilərsiniz doğru cavabı. Aha, davam edək növbəti sualla. Bu da yenə mübtəda ilə xəbərin uzlaşmasıdır. Deməli, mənim həmişə dediyim kimi, test işləyəndə əgər oflu birləşmələr gördüksə, əsas isə ofdan əvvəldir. Həmişə ofdan əvvələ fikir verin. Amma əgər apostrof və sadəcə apostroflu birləşmələr gördüksə, onda əsas hissə apostrof və yaxud apostrofdan sonraki hissədir. Və burada bizim mübtədamız ofdan əvvəldir. Yəni, the list sözü. Listə baxırıq ki, təkdə olduğu üçün biz burada xəbərimizi is və was kimi götürə bilərik. Yəni, are, were cəm xəbərdir. 1 və 4 burada doğru cavabımız E variantıdır. Aha, davam edən növbəti sualla. Bu da article sualımızdır. Baxın, uşaqlar, article işləyəndə yadınızda saxlayın. Harada sayılan tək isim gördünüzsə, mütləq article qoyun. Varsa an article, yoxdursa z article. Yadınızda saxlayın. Baxın, bunu əzbərin ilə gedin imtahana. Harada sayılan tək isim görürüksə, mütləq article qoymalıyıq qarşısında. Yəni, 10 articles qoysaq səhvdir o variant. Deməli, baxaq bu suala. Burada invention nədir? İxtira. Sayılan tək isimdir də. Computer nədir? Computer. Sayılan tək isimdir də. Hər ikisinin qarşısına article qoyuruq mu? Onda nə olacaq düzgün cavabımız? B variantı. Z. What was the life like before the invention of the computer? Kompüterin ixtirasından əvvəl həyat necə idi? Aha, keçək növbəti suala. Növbəti sualda bizdən düzgün söz önünü seçməyimizi istəyir. Və burada biz baxırıq ki, was based ifadəsi görürük. Bu to be based on. Bu based on-la işlənir. Bu ifadələrin lüğətini əzbərləmək lazımdır ki, xüsusi söz önündə birləşmələrdir bunlar. Tərcüməsi isə onlama gəlirkən əsaslanmaq. My last essay was based on the role of forest in our life. Mənim sonuncu essem deməli meşələrin bizim həyatımızdakı roluna əsaslanır, onun haqqındadır yəni. Aha, keçək növbəti sualın izahına. Deməli, başlayaq B variantına. B variantında bax, cümlənin sonunda either var. Either dedikdir, cümlənin sonunda və inkar cümlələrdə işlənir. Burada cümlənin sonunda işlənmə yeri düzdür, amma inkar cümlədə olmadığı üçün B variantı səhv olacaq. D variantında nə səhvdir? Quruluş düzgündür. Sadəcə burada she təkdə olduğu üçün do'dan deyil, does'dan istifadə etməliydik. Ona görə də D variantı da səhvdir. Və keçirik digər quruluşların A, C, Y-də hər biri doğrudur. İndi cümlənin təsdiq və inkarda olmasını axtarırıq. Baxırıq cümləmiz never, inkardadır. Və inkarda olduğu üçün so'dan və to'dan istifadə edə bilmərik. Və doğru cavabımız neither does Layla olaraq götürülür. Və uşaqlar, bugünlük bu qədər.
Siz də qrammatikanın hansı hissəsində çətinlik çəkirsinizsə, nəinki qrammatika, digər bütün hissələrdən reading, writing, speaking hansında daha çox dəstəyə ehtiyac duyursunuzsa və geniş izahlar istəyirsinizsə, rəy bölməsində qeyd etməyi unutmayın və bu suallardan da neçəsinə düz cavab tapdığınızda rəy bölməsində qeyd edərsiniz və videonu bəyənib abunə olmağı unutmayın. İmtahana hazırlaşan yaxınlarınızla da paylaşsanız çox yaxşı olar. Hələlik.